Ürəyim sıxıldı, Quran and olsun. Ürəyim pis sıxıldı. Bu restoranda heç bir şeyin qiyməti yoxdur. Ümumiyyətlə onların adı She Rose. They're in 25 years old. Bu qadınlar başlayırlar artıq bunu dövlət səviyyəsinə gətirməyə. Bir dənə mənzərəyə bax. Çox gözəl görsən. Çox gözəlliyə, çox gözəl. Bunu göstərməsin ürəyim partlayır. Gör ki, oğlan necə gəzirlər. Su yeri var. Hər kəs gəlib eyni stəkandan pulsuz su içə bilir. Hamınızı salamlayıram. Hal-hazırda hosteldan çıxmışam. Biz hardayıq? Aqradayıq. Aqrada gəzinti olaraq birinci günümüz, gəliş olaraq ikinci günümüzdəyik. Dünənki videoya, dünən çəkdiyim video hər halda keçən həftə paylaşmışam, baxmalısınız. Bugün sizə 4 vacib məkana aparacağım. 4 vacib, Aqrada yerləşən 4 vacib məkana. Gedəcəyik, amma ilk öncə gedirik Costa Coffee'yə. Taksi çağıram indi. Gedək kofemizi içək, başımızı düzəldək, sonra başlayaq. Və hostelımdan Tac Mahalın arası cəmi 500 metrlik məsafədədir. Ayaqla Tac Mahala gedib çata bilərəm. Amma mən gedirəm digər tərəfə, Kostaya. Şu anda baxın, bir dənə bomba məkan burada. Allah, bir dənə bomba, bir whisky wine burada. Kosta burada, pizza at burada. Qaqamda ürəyin nə istəyir? Gəlmişsən Hindistana, füsə sizi. Samik, samik. Neçədir görə Amerikanı burada? 240 rupi. Bacım polları sildi plastik ilə, sonra desən əllərini yumadı, indi mənə kofe düzəldəcək. Hə bacı? Bacı, I want Americano. Bacı, əllərini yuyarsan, yumadın. Adı yürü, maşallah. Sağ ol, sağ ol. Gözəl, ha, malades. Okey uşaqlar, mən kofemi içdim, indi durub gedirəm, unutmuşdum, vağzala getməliyəm bilet almağa. Biletimi alım, ondan sonra biz gedəcəyimiz məkanlara gedəcəyik, başlayacaq getməyə. Uşaqlar, avariya olub, 2 motosikl, ikisi yerdədirlər, pis gündədirlər. 2 nəfər bərbad formada. Vəhşi kimi sürməyən. Vəhşi kimi sürməyin axırdı var. Kaskalar da yox. Yazıqlar. Millət, gəlmişəm indi bilet almağa, deyir, yoxdur, qutarıb, dolub bütün biletlər. Bilmirəm necə eləyəm. Yenə eyni vəziyyət, yenə eyni vəziyyət. Deyir şey eləyə, bilmirəm, sabaha biletə baxa bilmirəm, available deyil, uyğun deyil, qəbul olunmur. Gedim avtobusda, görüm avtobus tapa bilirəm. Nə zibilə keçdim mən. Hal-hazırda göstərim. Avtobus stansiyasının yanındayam. Bilet tapmıram, məlum məsələdir. Nə avtobusa var, nə qatara var. Axırı dünənlərin təsadüfən tanış olduğum, restoranda, bulancıda tanış olduğum bir qaqaş var idi. Mənə şəkilza çəkdirdi. Onun nömrəsini götürmüşdüm, ona yazdım. Bugün də mənə ad günə dəvət eləmiş təsadüfdən. Ona yazdım, onun böyük qardaşı ilə əlaqə keçdim. O deyir ki, narahat olma, mənim dostum var, agentsiyada işləyir. Ona yazıram, o bizə kömək olacaq. Hello, bir dənə hamı hello. Uşaqlar, deməli mən Mumbai'ya bilet tapa bilmirdim. Uşaqlar sağ olsunlar, dünən təsadüfi tanış olduq və qardaş mənə bilet dostlarla bərabər gəldi. Avtobusa bilet tapdı, 3000 şiling ödədi. Şiling neydi, rupi? 3000 rupi ödədim və axşam avtobusla gedəcəm. İndi isə mənimlə bərabər Tac Mahala getmək istəyir. Biz bir yerdə gecə Tac Mahala və digər yerləri çəkəcəyik. Dostlar, Tac Mahalın yolu bax belədir. Biz bu yolla ayaqla gedirik. Yəni oteldən hardasa təqribi olaraq 1 kilometrlik uzaq məsafədədir. Dostumuz da mənimlədir, biz bir yerdə gedirik. Mənə dedi ki, orada biraz təhlükəli olur o baxımdan ki, o bunu təklif edir, bu bunu təklif edir. O cəhətdən də sənə yardım eləyəcəm. Tac Mahaldan başlayaq, növbətləri də sizə izah eləyəcəm. Gəldik Tac Mahala. Tac Mahalın girişi 1300 rupi eləyir. Uşaqlar, bileti aldıqdan sonra da müəyyən bir məsafə qət eləməli olursan, gedib çatmaq üçün. Hələ Tac Mahalın girişinə girməmişəm, təsəvvür edin. Ondan əlavə sigaret, zıjqalka, kibrit, yandıran götürmək olmaz. Bunları götürmək olmaz. Burada mağazadan bir adam mənə deyir ki, bunları götürə bilməzsən, gəl verməyə mağazama qalsın. Təbii ki, düşünür ki, mən çıxışdan isə alış eləyərəm. Ona görə bu yaxşılıq eləməyə ehtiyacı duydu. Verdim ona sigaret, zıjqalka olmaz, biləsiniz. Buradan yoxlanışdan keçirsən, bileti vurursan və gedirsən. Qadınlar üçün, xarici qadınlar və xarici kişilər üçün yerə ayırıblar. Sən o tərəfdəsən, bacı, sən Hindistanlısan, ged ona. Mənə bunu vermişlər, bunu unutmuşam. Bax bu. Verilə belə qəpik, bu qəpiklə girirsən içəri. Çox belə gərgin bir şeydən keçirsən, yoxlanışdan keçirsən. Çantamı yoxlayırlar, özünü yoxlayırlar, nə bilim, kameramı yoxlayırlar. Yəni kameranı aparmağa icazə verir, amma mikrofona icazə vermir. Niyə? Başa düşmürəm. Kameranı getməyinə icazə verir, amma tripodu götürməyə icazə vermir. Niyə? Bilmirəm. Yaxşı, zajqalkanı başa düşdük də, yandıranı başa düşdük. Onu bunu başa düşdük, amma da bunları niyə başa düşmədim? Okey, belə Tac Mahalın köhnə görüntüləri var burada. Buradan baxa bilərsiniz. Hekayəsini falan hamısını danışacağım sizə. Sadəcə olaraq öz görüntüsündə danışacağım.
hal-hazırda getdiyimiz yolu göstərmək istəyirəm ki, hər kəs gəlib sizə Tac Mahalın necə olduğunu göstərir, amma yolun prosesi necə baş verdiyini görmürsünüz 90%. Mən bunları sizə göstərmək istəyirəm hal-hazırda. Okay, let's go. Okay, düşünürəm səsim normal gəlir. Hal-hazırda bu yolla biz gedirik Tac Mahala doğru uşaqlar. Adam çoxdur, turist çoxdur, xarici və yerli vətəndaşlar həddindən artıq çoxdur. Baxın, baxın, əsas giriş. Artıq Tac Mahalı görürük və üzərindən isə tikinti gedir uşaqlar orada. Bilmirəm nə tikintidir. Bu möhtəşəm olan görüntüdən biz içəri daxil olacaq. Və Tac Mahal artıq görsənir, ağlığı görsənir. Tac Mahalın özəl bir tikinti gözəlliyi də ondan ibarətdir ki, Tac Mahal günün müxtəlif saatlarında, müxtəlif rənglərdə olur. Əgər sən səhər gün çıxışına bura gələsənsə, Tac Mahal çəhrayı rəngdə olacaq. Əgər günorta günün mənim hal-hazırda gəldiyim səhər işığında gələsənsə, Tac Mahal ağ rəngdə olacaq. Əgər sən gün batımında gələsənsə, qızılı rəngdə olacaq. Əgər sən ay işığında gələsənsə, Tac Mahal gümüşü rəngdə olmuş olacaq. Bu da onun özəlliklərindən biridir. Uşaqlar burada sağ olsunlar. Откуда вы? Вот из России, ha, okey. Я из Azərbaycana, da. Okey uşaqlar, mən Ruslarla qarşılaşdım burada. Onlardan xahiş elədim, mənim şəklimi çəkdilər. Çox sağ olsunlar. Mənim də Tac Mahalla axır ki şəklim oldu. Dünyanın UNESCO-nun dünya irsi saydığı 1983-cü ildən etibarən səhv eləmirəmsə, UNESCO-nun dünya irsi saydığı abidələrdən biridir. Bundan kənar Mumtaz Mahal üçün Şahcahan bunu tekdirir. Mumtaz Mahal Şahcahanın həm sevgilisi, həm də üçüncü həyat yoldaşı olmuş olur. Yəni adamın 3 həyat yoldaşı olub, amma ən çox sevdiyi Mumtaz Mahal olubdur. Mumtaz Mahal 14-cü uşağını dünyaya gətirərkən, yəni doğuş edərkən həyatını itirir. Şahcahan bundan çox heyfsən, çox pis olur. Adamın evi yıxılır da, belə deyək də, bizim dildə desə evi yıxılır. Məhv olur adam. O sevgisini ifadə eləmək üçün deyir ki, mən dünyanın ən böyük sevgi abidəsini tikəcəm, ən gözəl sevgi abidəsini tikəcəm, məhz öz xanımım Mumtaz üçün, Mumtaz Mahal üçün. Və gördüyünüz binanı 21 illiyə ərsəyə gətirirlər. Şahcahan deyir ki, mən onun sevgisini əbədi bir abidə ilə yad edəcəm. Və o əbədi abidə hal-hazırda arxamızda gördüyünüz Tac Mahaldır. Ondan kənar burada 21 il tikilməsindən kənar 20 min işçi çalışıb burada. Təsəvvür eləyin, Orta Asiyadan, Osmanlıdan və bir çox önəmli sayılan memarlar, tikinti ustaları hamısı burada çalışıblar. Yəni çox önəmsiyib bu binanı. Və dünyanın ən romantik, ən sevgi dolu mavzoleyi sayılır bura. Çünki burada Mumtaz xanım yatır. Amma Mumtazın yanında hal-hazırda Şahcahan da yatır. Bir dənə məsələ var ki, Tac Mahalda belə bir baxış perspektivinin oyununu oynayıblar. Nə ediblər adamlar? Deməli götürüblər, elə bir görüntü yaradıblar ki, bu indi memarlar daha gözəl anlayar məni. Yəni ki, yəni elə bir oyun eləyiblər ki, sən uzaqdan baxanda abidə daha çox böyük görsənir. Amma yaxınlaşdıqca abidə kiçilməyə başlayır. Yəni kiçilməyə dediyim elə eyni ölçüdədir. Sadəcə olaraq sənin gözünü alladır. Və bu nəticədə bunun bir perspektiv oyunu olduğunu, memarların böyük bir iş gördüyünü anlamaq olar. Ən əsas məsələlərdən biri isə bir dənə türbələrə baxın. Əslində bilmirəm buradan hiss olunur ya yox. Hər birində çox cüzi formada kənara əyilmə var. Dördündə də kənara əyilmə var. Bunu niyə eləyiblər? Şahcahan bunu belə düşünübdü ki, birdən iştişayət, zəlzələ olarsa, bu minarələr aşıb mavzoleyi məhv eləməsin, onun üzərinə aşmasın. Buna görə o həmən türbələri kənara doğru tikdirib ki, aşanda digər tərəfə yönəlib aşmış olsun. Millət və diqqət yetirsəniz, solda bir minarə var. Baxın, sağda bir minarə var. Bunun birini Şahcahan ibadət üçün nəzərdə tutur, tikdirir. Yəni o sırf ibadət üçün nəzərdə tutulub. Digəri isə mehmanxanadır. Mehmanxana bir növ məcburiyyətdən tikilibdir. Yəni simmetriyanı qorumaq xətri. Bir tərəfdə varsa, orta Tac Mahal varsa, kənarı boş qalmasın. Orada da bir abidə tikək. Olsun mehmanxanamız bu səliqəli şəkildə görsənsin. Ən möcüzəvi tərəfi ondan ibarətdir ki, millət. Şahcahan, yəni o devrin adamlarından danışıram, şahlardan, krallardan.
Onlar üçün bir qadın bu qədər rol oynaya bilməzdi. Hamısı seviblər. Onlar qadınların hamısını seviblər, istəyiblər, okey falan filan. Amma orada bir şahlığı, krallığı qorumaq üçün öz nətər şərəfi, əzəməti qorumaq üçün, öz stoykavı saxlamaq üçün sən heç bir qadın qarşısına əzilməmsən. Bu sən stoykavı qorumalısan deyənə bunlar əzilməyiblər. Amma Şah Cahan gör nə qədər ciddi sözüm deyəm, mən belə düşünürəm. Gör nə qədər ürəyi yumuşaq, gör nə qədər qadına aşiq olmuş biri olur ki, o bütün dünya qarşısında, bütün Hindistan qarşısında öz sevgisini bir minarə ilə, bir böyük bir abidə ilə göstərmiş olur. Biləydim bu möhtəşəm mənzərəni sizə yaxından göstərim uşaqlar, baxın. Çox gözəldir, çox gözəl. Uşaqlar baxırlar, geyməmişdim. Polis məni çağırdı ki, qayıtdılar, qayıtdılar. Öz başına zatsan sən, hə? Belə dedi mənə. Mən dedim, nə olub qaqa? Dedi ki, baxlığı geyin, hə? Sən niyə geymirsən? Kimlə nə artıqsan sən? Mən də geyindim. Düz deyir, hə? Dostlar, gördüyünüz bu tikili isə Mehdab bağ adlanır. Bura əvvəldən var idi. Şah Cahan sonradan sadəcə olaraq buranı səliqəyə salır, təmir elətdirir, belə deyək. Farsçadan ay işığında bağ deməkdir. Bunun edilmə məqsədi deyilənə görə hekayələr belə. Birincisi oradan Tac Mahal tam simmetri, tam gözəl görsənir. Ona görə bir məşhurluğu var oranın. İkinci hekayəsi isə ondan ibarətdir. Deyilənə görə şeydir. Şah Cahan özü üçün o bağın içərisində qara bir bina inşa elətdirmək istəyirdi ki, hansı ki onun qəbri oradan birbaşa Tac Mahala baxsın və Mumtaz xanıma tərəf baxsın və onun yaxınlığında yerləşsin. Bu çayın bir tərəfində düşünürdü ki, olsun Tac Mahal, bir tərəfində isə düşünürdü olsun öz qəbri. Bu Yamuna çayıdır. Yamuna çayının bir tərəfində düşünürdü özü olsun, bir tərəfində isə yoldaşı sevdiyi Mumtaz xanım. Tac Mahal haqqında da bu qədər uşaqlar. Tac Mahalda əlavə bir görəcəyiniz bir şey yoxdur. Amma Şah Cahanın əsas hekayəsi tamam başqa bir yerdə yekunlaşır. Yəni adam bu boyda sevgisini göstərdi falan filan, 5 məkan başa düşdü, amma həyatı tamamilə başqa bir yerə gedir çıxır. İndi həmən yerə gedəcək. Bir dənə mənzərəyə bax. Çox gözəl görsənir, amma günəş çox heyf ki, düz zenitdən vurur və o çox sərtdir. Way to exit çıxacaq biz indi. Mən sadəcə buranı sizə bir dənə göstərim, baxın bura. Gözəllikdir, gözəllik. Bir də buna bax. Bunu göstərməsi ürəyim partlayır ki, iki dənə oğlan necə gəzirlər. Bax, çox normaldır yəni. Burada çox normal qəbul olunur. İki oğlanın belə əllə tutma, barmağını tutubdu. Hətta bunların bəziləri bildiyiniz barmaqlarını bir-birinə keçirdib əllə tutmaq söhbətləri də olur. Yəni adi bir haldır. Bunlar yəni bildiyiniz oğlandılar. No, belə hallar da olur burada. Şöyle bir də Hindistanda Tac Mahalın yanında belə su yeri var. Hər kəs gəlib eyni stəkandan tozsuz su içə bilir. Amma eyni stəkandan içir də yəni. Uşaqlar, bu cavan uşaqların dediyi variant da alınmadı. Avtobus variantı. Qalmışam belə, bilməm neyim. Mən necəsə getməliyəm, amma necə gedim bilmirəm. Nə qatara bilet almaq olur, nə avtobusa. Məsələ də budur ki, saytlarda boş yer göstərilir, var, amma almaq olmur. Necə edeyim bilmirəm. Okey dostlar, fikirləşirəm ki, bir avtobusum da alınmayıb deyənə çox keyfsizəm bu dəqiqə, amma yenə də sizə məlumatları verməliyəm deyənə işimə davam elətdirirəm. Deməli, ümumiyyətlə deyilir ki, Tac Mahalı anlamaq üçün Agrofort'a dəymək mütləq lazımdır. Buranı tanımaq, buranın tarixinə bələd olmaq mütləq lazımdır. Buranın tarixində önəmli olan nədir? Mən sizə Agrofort'u fonumda olsun Agrofort, elə danışacağım. Birincisi, Agrofort qırmızı qum daşından tikilibdir. Ona görə həm də buna deyirlər Red Fort of Agra. Bu qalanın tikintisini sifariş edən böyük Moğol imperatoru Əkbər Şah olubdur. Əkbər Şah özü burada yaşayıb qalıb və bu böyük bir qalaya ehtiyac olub. Əvvəl burada kiçik qalaydı, yerinə əvəz edib bu böyük qalanı tikiblər ki, hücumlara qarşı mübarizələri güclü olsun. Ondan sonra Əkbər Şahdan sonra onun oğlu burada yaşayıbdı və ondan sonra bildiyimiz Tac Mahalı sifariş edən, tikdirən ən gözəl binanı dünyanın ən gözəl binalarından birini əmələ gətirən Şah Cahan burada yaşanmışdır. Və dünyanın ən gözəl binasını tikən, sevgi binasını tikən, abidəsini tikən Şah Cahan burada 8 il həbsdə qalıb. Necə həbsdə qalıbdır? Şah Cahan öz şahlıq devrində oğlu onunla mübarizəyə girir və atasını devirir. Oğlunun şərəfsizliyinə bax. Atanı devirir, bu bəs deyilmiş kimi atanı həbsə atır. Bu da bəs deyilmiş kimi atıya ən böyük zülmü bilsin nə verir. Burada bir otaq var, hansı ki o otaq birbaşa Tac Mahala baxır.
Mumtaza baxan tərəfdən onu yerləşdirirlər. Şah Cahan 8 il Mumtaza baxa-baxa, həmən Tac Mahala baxa-baxa burada yaşayır və burada ölür. Burada öləndən sonra isə onun meydini keçirdirlər Tac Mahalın içərisinə. Agra Fortun dəhşətli hekayəsi bundan ibarətdir. Bir oğlun ataya qarşı elədiyi hərəkət həm onu devirməsi, həm də onu həbs eləməsi, həm də onu öz sevgisi ilə qarşı-qarşıya qoyması, yəni bax və zülmü çək kimi bir şey heç ona yaxınlaşa bilməmək, belə bir hekayəsi var Agra Fortun. Agra Fortun içərisinə girmək istəsəz dostlar, dediyim kimi bilet 600 rupidir, 11 manat. Girirsiniz, gəzirsiniz. Sadəcə bura çox geniş ərazi, əzizlərim, çox geniş ərazi. Bura girdin, girib batasan burada. Rahat bir saat, 2 saat geyəcək. Düşünürəm ki, amma siz gəlsəz, mən buradan vlog eləyib, sadəcə sizə danışıram və məlumatı bildirəm. Əgər sizə maraqlıdırsa buranı görmək, mütləq dərəcə gəlib ziyarət eləməlisiniz. Ümumiyyətlə, Agrada mütləq görülməli olan yerlər Tac Mahal, Agra Fort və Mehdab bağı. Nəyəsə uşaqlar, özüm də gedim özümə bir bilet tapım. Mən Mumbaya getməliyəm, mən burada qalmamalıyım. Mənim təyyarə biletim, geri dönüş biletim Mumbaydandır. Necəsə gedib çıxmalıyam Mumbaya, bilmirəm necə gedəcəm. Kanalı izləməyi, notifikationları açıq qoymağı, komment yazmağı və like etməyi unutmayın. Çox acı həyatların hekayəsi olan bir məkana gedirəm. Hələlik, görüşərik. Biz indi həmin məkana gedəcəyik. O məkan nəinki Hindistanın, bütün dünyanın ən ağır hekayələrini özündə cəmləşdirən bir yerdir. Və ən maraqlı yer isə, ən maraqlı cəhət isə bu restoranda heç bir şeyin qiyməti yoxdur. Yəni qiymətsizdir. Menyu verilir, menyuda heç bir şeyin qiyməti yoxdur. Sən nə verəsənsə, verəsən. Bu niyə baş verir? Bax, onu artıq yerinə gedəndə biləcək. Bizim hardasa bir dəqiqəlik yolumuz qalıbdır. Çatırıq. Gedək. Uşaqlar, adını yadınızda saxlayın. Shiroz Hang Out. Bu nədir, nə deyil? Artıq içəri daxil olandan sonra məlumat verəcəm. Baxın uşaqlar. Ürəyi zəif olanların bu hissəyə baxması tövsiyə olunmur. Menyularda heç bir şeyin qiyməti yoxdur, görürsünüz? Qiymətsiz bir menyu. Okey. Thank you. Bu mənim Amerikanım uşaqlar. Menyuda bir də aşağıdakı bu xanıma da baxın. Məncə və bu Instagram profilləridir. Nəzərinizdə olsun. Deməli uşaqlar, ümumiyyətlə onların adı She Rose, açılışı bundan ibarətdir. She Heroes. Qəhrəman qadınlar mənasını verir. Bu qadınlar qəhrəman sayılırlar Hindistanda. Niyə? Çünki bir zamanlar Hindistanda ən yaygın olan cəza vermə metodikası var idi. Bu, asid tökmə idi insanların üzünə. Əsasən də təbii ki, qadınların. Asid turşudur da, kimyəvi turşudur. Azərbaycan ilə tam tərcüməsindən mən bildiyim qədər kimyəvi turşu gedir tərcüməsi və yaxud kislata. Və kislata tökürlər ki, insanların üzünü yandırsınlar. Burada səbəblər çoxdur. Məcbur nigaha məcbur etmə var. Bir dənə narazılıq bildirdin, sənin cəzan turşudur. Yəni kimyəvi turşu. Az yaşda ərə vermək. Və sər və ilaxır, orada çox dünyası var. Bir kişinin xoşuna gəlməyən hər hansısa bir hərəkəti qadın edirsə, onun cəzası asid turşusudur uşaqlar. İdi. Bu qadınlar başlayırlar artıq bunu dövlət səviyyəsinə gətirməyə, çıxışlar eləməyə, sosiallaşdırmağa, məsələləri böyütməyə və sər və ilaxır. Asidlə mübarizə aparmağa çalışırlar, kişilərlə mübarizə aparmağa çalışırlar. Və nə edirlər bu adamlar? Bunların bu çağırışlarının, bu sosial mesajlarının nəticəsində dövlət artıq işə müdaxilə eləməli olur. Dünənə kimi apteklərdə, açıq yerlərdə sən kislata satışını həyata keçirə bilirdinsə, hal-hazırda sən insana bunu ala bilməzsən. Bunun üçün ya aptekdə xüsusi reseptlə alırsan və yaxud sən ancaq özü öldür, qara bazardan bunu tapa bilərsən. Yəni açıq şəkildə sən bunu artıq ala bilməzsən. Çünki buna birbaşa dövlətin müdaxiləsi var. Və bu layihə çox da qoca layihə deyil dostlar. Ən yaxın zamanın 2014-cü ilin layihəsidir. 2 məşhur restoran şəbəkəsi var. Hal-hazırda ən məşhurundayım əslində. Amma burada xanımlar azı 3 xanım fəaliyyət göstərir. Bura həm terapiya kimi, həm də reabilitasiya kimi yanaşırlar ki, cəmiyyətə təzədən inteqrasiya olmaq çox çətin gəlir bu adamlara. Üzləri pis gündədir falan bununla bağlı. Yəni, bir sözlə bu restoran sadəcə restoran deyil də, bəzi insanların ciddi şəkildə taleyini dəyişən bir məkandır. Onları həyata qaytaran məkandır. Uşaqlar, bura gələn adamlar, mən yəqin ki, bir 200 rupilik kofe içirəm və buna ödənişim nə qədər olursa ödəyəcəm. Və bu ödənişi bunlar birbaşa reabilitasiyaya göndərirlər. Qadınların reabilitasiya mərkəzinə. Çünki orada çoxdur qadınlar. Hələ də psixologiyaları yerinə gəlməyənlər var. Bərbad halda olanlar var. Divarlarda əslində bir çoxlarının hekayələri yazılıb və qoyulubdur.
Hər birinin real hekayəsi var. Amma bu işi ilk görən qadının hekayəsini sizə danışacağam. Danışacağım bu işin yaradıcısı Rupa Singh haqqında olacaq. Rupa Singh kimdir? 15 yaşında həyatı darmadağın olmuş bir qızcığaz. Necə darmadağın olmuş? Anası və onlar birlikdə yaşamağa başlayırlar. Bir gün bu zorakılılardan bezən Rupa belə qərara gəlir ki, mən evdən qaçım. Evdən qaçmaq istəyəndə atası onu yaxalayır. Ögey atası təbii ki. Rupanı yerinə yatırsırıb, yerinə qoyub yatırsırırlar. Rupa yatanda şərəfsiz atası, bu həmən kişi asidli evə geri qayıdır. Bunu öz qeyrətinə, özünə xərər sayaraq qızın üzünə tökür bütün asidi. Mən bunu oxuyanda o qədər gözümdən yaş gəldi, hətta ağladım, tüklərim pis günə qaldım uşaqlar, ciddi səmimi sözümdür. Çox pis təsir elədi mənə bu hekayə. Uşaq deyir ki, mən gözümdən düşünürdüm, yaş axır, ağlayıram da, incinirdim və ağlayırdım. Düşündü gözüm, üzümdən yaş axır. Amma sən demə dəri miymiş axan? Dərisiz insan, ay Allah, necə dəhşətli bir şey deyir. İnsan dərisinin axması, düşünə bilirsən nə deməkdir? Çox təsirli hekayədir. Amma Rupa çox güclü qadın olubdu. Bununla belə əzilməyibdi. Atası, bunu da deyim, atası onun üzünü də yandırır, qollarını da yandırır, boynunu da yandırır. Hər yerini kükürt dursun tökür, hər yerini yandırır qızın. Və dəri tökülür təbii ki, dəri başlayır məhv olmağa. Rupa 12-dən çox əməliyyat keçirdib. Bir il xəstəxanada yatıb. Bildiyin çölə bayra çıxmadan bir il xəstəxanada yatıbdı. Və çölə çıxanda isə artıq onu heç kim işə götürmürdü. Heç kim onu yaxına buraxmırdı. Hamı ondan qaçırdı, qorxurdu. Üzünün görüntüsü çox iyrənc görsənirdi. Yəni insanlar onlardan qaçırlar. Bu təşəbbüsü irəli sürən, sosial işləri irəli sürən adamlar Rupanın hekayəsindən xəbərdar olurlar, xəbər tuturlar. Onu da bu Stop Acid Attack sosial layihəsinə qoşurlar. Və belə qərara gəlinir ki, ümumi məsələlərin müzakirəsindən sonra ki, belə bir restoran açaq və buranın ilk işçisi təbii ki, Rupa olur. Və Rupa burada ilk işləyənlərdən biri olmuş olur. Həyatı çox dəyişməyə başlayır Rupanın. Adamın içi yaradıcılıqla dolu olduğu üçün başqa işlərlə məşğul olmağa başlayır. Moda sayəsində özünü göstərməyə başlayır. Rupa Design adlı öz geyim brendini yaradır. Dəhşətli uşaqlar. My name is Ruqayya. I am from Agra. My attack in 2002. I was 14 years old. Yeah, my attacker in 25 years old. My attacker is he is her sister, husband, brother-in-law. You wanted you married? You want I am no married, but he is already married. already married Yeah. and wanted be Yeah. couple with you. Yeah? Yes, I am 14 years old. No good touching, my bad touching. Oh, you He's psycho. With me relationship, but no agree. I am not agree. as it he did it. Yeah, Where he did it? her sister, me home. My sister is one child miscarriage. I am going to home. He is come here and my asset. Uşaqlar, gördüyünüz kimi xanım öz hekayəsini mənə danışdı. 14 yaşında başına gələnləri sadəcə sən bir kişiyə yox dediyinə görə 14 yaşında bir qızcığazı bunu elə və həm də sən evlisən. Heç bir haqlı tərəfi yoxdur bunun. Heç bir haqlı tərəfi yoxdur. İndi mənə monitorda bir hekayə göstərəcək. Ona baxacağam. Buradan təbii ki, siz onu rahat görə bilməzsiniz, amma yenə də göstərsin baxaq. Çox pis təsir elədi mən uşaqlar. Çox pis təsir elədi. Oyda. Bunların üzü lap pis gündədir. Ayda yazdı qızın üzünə bax. Ürəyim sıxıldı, Quran and olsun. Ürəyim pis sıxıldı. Uşaqlar, bura gələndə əlavə olaraq nəsə verəcəksinizsə və yaxud nəsə eləyəcəksinizsə, belə bir dəftərdə qeydləriniz olmalıdır. Kanalı izlədiyiniz üçün, videonu izlədiyiniz üçün təşəkkür edirəm. Like etməyi, komment yazmağı unutmayın və ən əsasda notificationları açıq qoymağı unutmayın. Bugün mənim Aqrada son günüm olmalıdır. Alacağım bileti əsaslanıram. Hələ ki almamışam, gedirəm almağa. İnşallah ala bilərəm. Görüşərik. Hələlik.